bizim sırf məqsədimiz odur ki, damarlar tamamilə tutulmamış, miokard infarktı baş vermədən, yəni miokard infarktı baş verəndə artıq qeyd etdik ki, ürək funksiyası zəifləyir, əzələnin bir hissəsi işindən geri qalır, belə deyək. Bunlar baş vermədən damarlar daralmağın qarşısını alınsın, daralıbsa daha çox artmasının qarşısı alınsın və ən azından müəyyən qədər geriləmə əldə olunsun. Və nəticədə yəni ürək ağır bir xəstəlik baş vermədən sağalma müşahidə olunsun. Nə qədər tez başlanarsa müalicəyə, əlbəttə ki, daha yaxşı effekt alınır. Və onu da qeyd edim ki, deyək ki, təcili hallarda əlbəttə ki, damarlarda çox darlıq varsa, stent qoyulmasına ehtiyac olur və yaxud artıq gecikmiş olanda açıq əməliyyat, açıq ürək əməliyyatı aparılır və bundan sonra da bununla işimiz bitmir əslində. Sonrasında müalicə mütləqdir. Ki, yanlış olaraq bəzi xəstələr düşünürlər ki, artıq stent varsa müalicəyə ehtiyac yoxdur, bəli, bütün problem həll olub deyə düşünürlər. Bu əslində düzgün bir şey deyil, çünki o stent də yenidən tutula bilir. Ürəkdə aparılan açıq əməliyyat zamanı qoyulan damarlar da yenidən tutula bilir. Ona görə mütləq şəkildə düzgün yanaşmaq lazımdır, müalicələri aparmaq lazımdır və inteqrativ təbabətdə əsas müalicəmizə daxil etdiyimiz üsullardan biri də düzgün qidalanmadır. Yəni, sadəcə dietologiya deyəndə arıqlamaq nəzərdə tutulmur, düzgün qidalanmaq nəzərdə tutulur. Yəni, hansı qidalar bir-biri ilə uyğundur? Bunu sırf qidalanma mütəxəssisi qeyd edir ki, hansı qidalar uyğun gəlir, hansı saatda yemək önəmlidir,